Azərbaycan kino aktyoru, yazıcı, tərcüməçi və rəssam, romantik obrazların ifaçısı kimi tanınmış Gündüz Abbasov. Gündüz Şəmsəddinoğlu Abbasov Bakıda anadan olub. Bakı Rəssamlıq Məktəbində Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Tələbəlik illərindən ədəbi yaradıcılıqla məşğul olub. Hekayələr yazıb, tərcümələr edib. Papasının qızı, Canlı Körpü və Qanadlar adlı 3 kitabı nəşr edilib. Yüzlərlə hekayə, felyeton, məqalə və oçerki dövrün mətbuatda dərc olunub. Bir müddət Azərbaycan Radiosunun Gənclər Şöbəsinin müdiri işləyib. Uşaq Gənc nəşrdə, Azər nəşrdə, Ədəbiyyat və İncəsənət qəzetində şöbə müdiri işləyib. Gündüz Abbasov 1930-cu ildə Bakının Dağlı məhəlləsində Bakı Kino Studiyasının direktoru Şəmsəddin Abbasovun ailəsində dünyaya göz açmışdır. Şəmsəddin Abbasovun həyat yoldaşı Mələk xanım dahi Azərbaycan dramaturq Cəfər Cabbarlının qardaşı qızı idi. Uşaqlıqdan sənətə həvəs göstərən Gündüz 1952-ci ildə Bakı Rəssamlıq Məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika şöbəsini bitirmişdi. Ədəbiyyat sahəsinə böyük marağı olan Gündüz Abbasovun 1950-60-cı illərdə Papasının qızı, Canlı Körpü və Qanadlar adlı 3 kitabı nəşr olunmuşdur. Gündüz Abbasovu kinoda onun böyük ürəyi və Bir Qalanın Sirri filmlərində ifa etdiyi rollar məşhurlaşdırır. Bundan sonra ard-arda bir neçə filmdə çəkilən aktyor, çəkildiyi filmlərdə müxtəlif planlı, yadda qalan xarakterik rollarda çəkilir. Aktyor ciddi rollarla yanaşı, Mozalan Kino jurnalının bir çox süjetlərində də iştirak etmişdir. Aktyorun çəkildiyi sonuncu film yuxu filmi olmuşdur. Sağlığında filmi görə bilməsə də, yaratdığı Hidayət əmi obrazı tamaşaçıların yaddaşında hər zaman xatırlanır. Gündüz Abbasov 1995-ci ildə 21 avqustda vəfat etmişdir. Aktyor, jurnalist Gündüz Abbasov, yazıcı Şəmsəddin Abbasovun oğlu olub. Aktyor, jurnalist Gündüz Abbasov, aktrisa Ofeliya Məmmədzadənin həyat yoldaşı olub. Aktyor, jurnalist Gündüz Abbasov, idman şərhçisi Şəmsəddin Abbasovun babası olub. Gündüz Abbasov 2 dəfə ailə həyatı qurub. O, aktrisa Ofeliya Məmmədzadə ilə boşandıqdan sonra 1969-cu ildə Tamara Abbasova ilə 2-ci dəfə ailə qurub və bu nikahdan 2 övladı dünyaya gəlib.